Assalamu alaikum kanallarımız hürmetli abonəçiləri, hürmetli vatandaşlar. Bugünkü satığa çıxan xanadanımız bugün şəhərimizdə Şərşərə kafenin yanında, Şavat yolunda 2 kvadratlı 150 kvadrat metr olan patqoç halatda xanadan bilan danışıb ötəmizdə təyar xanadan həm garajına ega bir maşın arxayın sığalı üstündə zalına teşi garaj əzlər 326 rəsmidə düşən garaj qismi var. Pindemirlərin poduşkaların bələntiyyəti quyruğuna əzlər. Birinci etajı pulli sirkat kerişten, ikinci etajı ise xam pişken aralaş kerişten kurulgan izle. Əllərə yine seçke bulğan stupenkeler kılıngan, garajına arkayan girip çıkan koydular izle. Fasadlara trayitilla kılıngan, alifallara kılınganlar. Balkonla ege balasını aramlanan gaz, svet, sudan muamması yok. Şöçkülər hem koyulgan izle. Gaz şöçke, hem de svet şöçke, su şöçke hemmesi ornatılgan. Giriş işler hem demir işler. Bismillah girəmiz əzlə. Girən işinin kətdə dalan kütüpxanada əzləsini. Sizlərlə yəni 4 metr uzunası 12 metr rəzmiyyədə düşkən. Ayaq telləri pol ilə götürgənsini çırayla qılıb laq qoydular, yaldırıb ayna demolik durdu əzlə. Onun tərəfimizdə bir də zal qismi oladı. Lesnisamız ikinci çıxana lesnisan teyində sanuzeli var. Bir də spalnikin kətdə aşxanası var. Arka tərəfində azgına zilionli zonası var. Общий əzlə 140 kvadrat metrine kuruluş bu. Kanı bağ kalgan ezler bir 10 kvadrat metre bağ kalgan 150 kvadrat metre yerleşken opşi yurttugan listralarım asılgan patologlar ortalarına tijoy çetleri gipsakardımdan kaplanıp gala yerlerim onatılgan. Yer stilde remont kılganlar ramkalı kalıp yine altın svet ramkalarım taş alkan aboylara moişi aboyladı. Tezor sonrasında çırayla kalıp ötü koydular. Acayip ezler. Rozetki kulçatlılarım var. Bir de elektriki avtomatları onatılgan. Bir de rozetkiler böyle rakaynalar koyulgan, kafeller kılıngan. Bir de podvalına miyazlar. Gaz, svet, sudan muamması yok. Transporttan muamması yok. Yola biraz gana yürüp çıksanız da hürmetli amaçlı 28-18 marşrutları yürüp durdu. Birinci etten danıştırıp beraberimiz ezle. Bir tarafımız zal kısmıyla. Zalımız 326 rəzmiyyədə düşkən divarlı aboy, acayip moişi aboyladan. Lüstralar asılgan, ortalarına dijo patolog çetlər gipsakardımdan kaplanıb qala gillər onatılgan. Birinin ayaq telləri laminat pol qılıngan. Birən plitə bilən basılgan. Əzlə garajın üstü və birən plitə bilən basılgan ki en yukarı isə ağaç bilən basılgan. Həmmə odobuslar qılıngan. Xanadanımıza doğru girib yaşaydan. Kəmçilik yeri yok. Ofşi 150 kvadrat metrdə yerləşən 140 kvadrat metrindən kuruluş qılıngan əzlə. Şu əcəmi etibar alınmaq kuruluş hastı köp. Dalanan gen, kətdə bir puan havluların dalandı. Bir sanuzelimizin ayaq telləri kafe, vanna, unitaz, rakanyalar qoyulgan. Divarlara kafe qanallar, patologlar, plastik, dimaxo caylara bağ. İşlərə isə plastik ramlarından ilə. Acayip akurat nesindən qoyulganlar. Aboylara moişi aboylarken yanında aşxanası hürmetli amaçlar birimizin 320'ye 360 rəzmiyyədə düşkən spalni qismi boladı. Podvalı bağ, aynalar plastik ramlarla radiatorlarla qoyulgan. Bir də senin plünslarla bazılı. Eşlər MDF eşləri. Radiatorların qoralarını köpəti qoyğanlar dalanımız yaxşı qızışı üçün 2 yerdə var götürgən istəyin. Hem möcü işe tuttu. Birimiz aşxanamız 4-5 rəzmiyyədə düşkən fartıqla qılıngan, kafel qılıb aboylara qoyğanlar, aboylara moişi yuyub silib alaverəslər. Patologlar isə plastik, qalagen var, zamanəvi duh kontrolündə sten yatağına qoyulğan reduktorlar, stabilizatorlar var. Gaz toşu gəp tutdu. Bir də teplopol kollektorlara sanuzelini teplopol qılıb qoydular. Aristonla gələn su qızdırışı üçün radiatorları var. Bağ tərəfinə gözətib ötədən bolsa qəzlər bağımıza minə gördüyünüzü 10 kvadrat metr bağ qalan. Qanayeri həm biri kuruluş qılğanlar. Aşxanamızam kətdə. Bir imala bu o qatanın şəraitlərindən qızınızla boladı. Bir də kuxinni qılsanızla bir anda sərküsü qoysanızla uqaloklarını arkanı o qatanı bir yana dalanı ötüb otura verəslər. Birdən podvalı bağ. Hər bir yerində lük qoyğanlar. Əzlə ikinci kavata bilən danışıb ötəmiz. Xanadanımız 100% təyər. Fasadlarım travitillə qılıngan, maşin qoyadan
Garajdan bazı. Kuruluşu müstahkemet kurganlar 150 kvadrat metre joylashgan birinchi etajlari, hurmatli tomoshabinlar, silikat kerishdan, ikkinchi etajda ham aralash. Yana chiqqandan katta holi berimiz. Yani dalanı yine 4 metr, uzinasi bir 8,5-9 metrlar bor. Laminatlar yayilgan hem bir ikkinchi etajda, plita bilan bosilgan berimiz. En yukarısı ağaç bilan. Balkon kısmı bor. Balkondan gözetib kiradigan bo'lsak, bir de radiatorlar qo'yilgan. Balasinalar o'rnatganlar balkona. Yine arka yazda chiqib o'tirsangizlar ham bo'ladi. Restoran choylasini asqanlar. Bu tarafında şu zalni siz zal 326 razmerda tushgan, laminatlar yayilgan, oboylara mo'ysha oboylardan hazlayna ko'rib turgansiz chayli ajoyib sifatli xillardan ishlatganlar. Hech bir narsasi bir arzon xil emas, yaxshi vajdan ishlatganlar. Narxi ham zo'r narxda. Narxini videoning oxirida aytib o'tamiz, to'liq ko'rib borishlaringizni so'raymiz videolarimizda. Restoranlar asilgan natijali qilingan, chetlar gipsokardon bilan qoplanib, karnizlar asilgan eshiklardan MDF eshiklar hazda 8 likdan qo'yilgan. Yonda bir spalnisi. Bir de bir spalni qo'ysangizlar, bu yerda yana sanuzyeli bazlar. Eng sanuzyellarga ega berdi, ikkinchi qavatdan ayoq telari, divorlar, kafe, patologlar plastik, mumtoz vannalar qo'yilgan, dimoqli joylar ham bor, eshiklar ham plastik hamlarni. Tarafında yine bir spalnisi, yani ayvonchasi ham bor yana. Hovli joyimiz arka hovli joylardan şöyle bilan ajralib turadi. Ayvonchasi ham bor, yozda chiqib dam olib o'tirmoqqa. Uyingizdan bir ham katta tushgan. Birimiz ham kichkina emas, yana 3 metr, yana bir 4 metrlar chiqadi. Ayvonchasi ham ko'rsatib beradigan bo'lsak, bir yana 4 metr va yana bir 470'lar bor ayoq telari pol qilingan, patologlar esa plastik bo'lgan. Yozda arkani dam olib o'tirasizlar, chiqasizlar, tezroq qistasangizlar beri. Ajoyib et. Qurganlar joyimizdan hech bir narsasini bir gap so'z bo'lishi mumkin emas, e'tiroz ham qilib bo'lmaydingizlar. Mustahkamat qurganlar qurilsam sifatlatib quradi o'z joylarini. Hurmatli obunachilar, azizlar, hovli joyimiz joylashgan mestasini eslatib o'tsak, Urganch shahrimizda, hurmatli obunachilar, Sharshara kafesining yonida 2 qavatli 150 kvadrat metr bo'lgan xonadonimiz bilan tanishib o'tdik. Podkulich 140 kvadrat metrda qurilish qilingan, 10 kvadrat metr bog' qolgan. Shaxsiy pishirmaka mesta qoldirganlar azizlar. Fasadlar travitellar qilingan, challar polni remontdan chiqqan, ko'rib turganingizdek. Narxi 850 milyon so'm aytilib turibdi. Naqd pul bo'lsa kelishib beriladi üstünde. Variantlar bor, neki variant bo'lsa, ba'zilar kelib üstünde mülkiyasi bilan gaplashib olaverasizlar. Mülkiyasini yanına olib kelamiz, o'zlari bilan savdolashasizlar. Hurmatli obunachilar, mashin qo'yish uchun ham garajini ega. Hurmatli obunachilar, shu vajlardan ham e'tibor qiling. Ham birinchi etaj silikat, ikkinchi etajda ham aralash qurganlar. Eğer kanallarımızda yangilar bo'lsa, like bosib obuna bo'lib qo'ysangiz, obuna bo'lmaganlar ham obuna bo'lib, qo'llab-quvvatlab tursangiz, sizlarga qo'ldan kelgancha ajoyib narxdagi ham arzon, sifatli joylarni chiqarib boraveramiz sizlar. Hammaga sog'lik, salomatlik tilimiz. Keyingi roliklarda görüşguncha deb qolamiz.